insan din haqqında o cür rahat danışır ki, bunu belə eləmə, bunu elə, bu boş şeydir, bu sizi aldadırlar. Düşünürsünüz ki, bəs bu irfani seyr-sülük Allaha gedən yol hardadır? Bəzən özüm öz paylaşımlarımdan da utanıram ki, ilahi, olmayan mən də bunu bir bazara çıxartmışam. Ay müştəhiri, gəl qızıldandır, dişləri, gəməyə mən daha doğru danışıram. Hamı rəqabət aparır. O batil danışır, bu puç danışır, o yalan danışır, sizi aldadırlar. Bəs Allah hardadır burada? Peyğəmbərlik iddiası edən müasir insanlar var. Aramızda Quran var. Başqa heç nəyə biz fikir vermirik. Hamısı uydurmadır, sonradan yazılanlardır, filanlardır. Əşi Peyğəmbər də bizim kimi bir bəşər idi. O da yeyirdi, o da içirdi, gezirdi və bu qəbil. Quran bizə böyüyü tanımağı öyrədir. Böyüyünü tanımayan adam heç vaxt müvəffəq olmayacaq. O müasir peyğəmbərlik iddiası edənlər var ha. Ki Quran var əlimizdə, hani bu Quranda yazılıb, bu Quranda yazılmayıb. Mən onların əksəriyyətini böyüyünü tanımayan insanlar kimi adlandıraram. Çünki Quran dəfələrlə deyir ki, Allaha itaət elə, Rəsula itaət elə. Maraqlıdır, Nisa surəsində biz oxuyuruq ki, əgər onlar, öz sözümlə deyim də, Allahın elçisinin yanına gəlsəydilər və bağışlanma diləsəydilər, Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, onlar Allahın nə qədər tövbələri çox qəbul etdiyini görərdilər. Niyə Allah Teala demir ki, gedin evdə özünüz bağışlanma diləyin də Allahdan? Niyə deyir böyüyü tanı? İnsan böyüyünü tanımayanda, insan bataqlığa düçar olur. Allah Teala Quranı nazil etdikdə Peyğəmbərə deyirlər, ya Rəsulallah, orada deyir, su tapa bilməsəz, təyəmmüm edin. Təyəmmüm nədir? Peyğəmbər də deyirdi ki, nə bilim, mən də sizin kimi Allah nazil edim, nə başa düşürsünüz eləyin də. İslam məntiq dinidir. Təzə bir formalaşıb. İslam itaət dinidir. Quran dəfələrlə deyir, Allaha itaət edin, Rəsula itaət edin. Bəs onlar itaət etmirdilər ki, Quranda da ayəsi var ki, deyirdi, gəlin, cihada deyirlər ki, istidir. Qaynar da, hava istidir. Yəni, məntiq dinidir. Məntiq mənə deyir, Quran deyir ki, dinən cəhənnəmin ateşi daha hərarətlidir. Fikir verirsiniz, İslam nə qədər bu məntiq dini mənə elə gəlir, zövqümə belə gəlir, yox, bilirsiniz, kim deyir? Deyirsən ki, İslam dini qadınların xüsusi hallarında onsuz da zəhmət içindədirlər. Onları orucdan və namazdan azad edir. Demir, sən napaksan, yox. Azad edir. Get dua elə, get Quran oxu, müəyyən şeylər elə. Amma oruç tutmaq sənin üzərindən götürülür. Onsuz çətinlik çəkirsən. Namaz qılmaqdır, üzərindən götürülür. Namazın qəzalarını qılmayacaqsan, amma daha sonra orucun qəzaları tutulur. Qayıdıb deyirlər ki, yox, qadın mütləq o hallarda namaz qılmalıdır. Mənə belə gəlir. Siz nə deyirsiniz, qadını təhqir edirsinizmi? Və bu qəbil. Görürsünüz, zövqə çevrilib din. İnsan istəyir ki, hər zaman desin bilirəm. Hər zaman desin ki, mən məsələlərdən baş çıxara bilirəm. Bunu eləyən kimi Allah insana deyir ki, baş çıxara bilirsən, nə gözəl, get. O sən o da öz biliyin. Təşviq edir ki, gedin Peyğəmbər sizi dua etsin. Deyin ki, xahiş edir, ya Rəsulallah, Allahdan bizim bağışlanmağımızı dilə. Böyüyü tanı. Elə bilmə ki, Peyğəmbər başqadır, o başqadır. Bilirsiniz, Quran nə qədər çalışıb ki, o böyüyü tanıtdırsın. Gəlirdilər, Məhəmməd, ay Məhəmməd, hoppanırdılar, gəlirdilər, qapını açırdılar, girirdilər. Yəni, mədəniyyətsiz bir qövm. Məhəmməd deyə çağırmayın, Allah Rəsulu çağırın, evində çox oturmayın, o utanır sizə söz deməkdən, dedin sözü, çıx get və bu qəbil və ya gəlirdilər, otururdular, deyirlər ki, arvadım filan kesin boşasaydı alardım onu, nə bilim. Yəni, bu cür düşüncədə olan insanların arasında Allahın Rəsulu olmuş kəsdir. Allah Teala onlara başa sala bilmirdi ki, böyüyünüzü tanıyın. İndi də o müasir adamlar hamısı başqa bir tərzdədir, zuhur ediblər. Hərə bir kanal açıb və təbliğ aparır. Amma nəticədə bilməliyik ki, insanların ibadətləri var, namazları var, oruçları var və bu qəbil mən zövqüm deyil, bunları sabahları mən Allaha necə cavab verərəm? Necə cavab verə bilərəm? Quranda deyir ki, namaz yoxdur. Deyir, namazı Azərbaycan dilində qılmaq. İndi həmin adamlara sual vermək istəyirəm ki, namazı ərəb dilində qılmaq olarmı? Əgər desələr ki, olar, deyərəm, əssəlamu aleykum. Məndə nə işim var? Mən ərəb dilində qılıram.
Və cavabını da Allaha verəcəm. Tərcümələrə baxın, nə qədər burada bir başqa cür tərcümə, orada bir başqa cür tərcümə. Fatih surəsində baxırsınız, Elhamdülillahi Rabbil Alemin. Həmd aləmlərin Rəbbinə məxsusdur. Tərcüməsi bu. Həmd də ərəb dilindədir. Aləm də ərəb dilindədir. Rəbb də aləm dilində. Neyin davası nedir bizə? Biz deyə bilməliyik ki, gəl namaz qıl, mənim daddığımı sən də dadasan. Varmı belə bizim bir iddiamız? Sən bilirsən, orucu tutsan nələr görə biləcəksən, nələr qazana biləcəksən. Çünki Quran bizə böyüyü tanımağı öyrədir. Çünki insan böyüyünü tanıyanda adam öz yerini tanıyır. Böyüyü tanımasın, sən Allahla başqa cür danışacaqsan. Sual verirlər mənə ki, şortiklə namaz qılmaq olar. Qayıdıb deyirsən ki, qardaş, şortiklə namaz qılmaq problem deyil. Evə qonaq gələndə şortiklə çıxırsan qabağına. Yəni sən Allaha bu qədər dəyər vermirsən. Xeyr ola deyir, namaz qılanda niyə qadınlar bağlanmalıdır? Örtünməlidir də, çünki qaydası budur. Allah deyir, bizi onsuz da belə də görür də. Yaxşı, Allah səni çılpaq da tanıyır. Onda çılpaq qıl da namazda. İslam dini gəlməmişdən qabaq müşriklər Kəbənin evini çılpaq şəkildə ibadət edirdilər. Allah Taala yığdı, dedi ki, belə bir şey olmaz, ibadət. Yəni, ibadət zövqə baxılacaq bir şey deyil. Ki, mən xətrim belə namaz istəyir, belə oruc istəyirəm, burada olsa daha yaxşı olar. Deyirsən, niyə əsasən deyirsən, olmaz. Deyir, yox da, belə məntiqlə baxanda bu düz deyil. Din bu deyil, məntiq zövq dini deyil. Din böyüyü tanımaqdır.